Sizinlə birlikdə 3x ayarı eləyəcəyik. %100 3x ayarı. İndi bu 3x ayarı hələ ki heç kim düz göstərmir. Hamı yalandan deyir ki, videolar izlənsin. Amma bu 3x ayarın mən sizə həqiqətən göstərəcəyim. Davam eləyək. Deməli, birinci bizə lazım olan birinci dəfə M4, sonra üstünə də 3x taxasınız. İndi birinci eləməmiz gəlsin əgər siz M4 3x oynuyorsunuzsa, jiroskopunuz açıq olmalıdır. Jiroskop açıq olmasa çətin 3x oynayarsınız da. Birinci dəfə jiroskop ayarını sizə göstərəcəyəm. Videoda qalın və bu 3x ayarı ilə videonu da paylaşın ki, hamı geçsin özünü 3x ayarı eləsin. Buradan jiroskopa giririk. Jiroskopu daima açığa qoyuruq. Jiroskopu daima açığa qoyandan sonra da ki, buradan 3x dürbünü göstərək ki, məndə indi 252-dir ki, oyun özü verdi. Bu jiroskop ayarın 252 yox, 198 eləməlisiz. 198 tam idealdır. Daha 198 eləyim. Bəli, indi 198 elədik. İndi keçək normal 3x ayarına. Normal 3x ayarında eləmədən əvvəl jiroskop bağlayım sizə mənim olmayan 3x ayarını göstəreyim. Dürbünü basılı tuturuq. Vuraq. Qramda sekməsini gördünüz də indi siz. Hələ ki ayar eləmək üçün ayarı eləyəndən sonra qram sekmə olmayacaq. İndi keçək jiroskopu düzəltdikdən sonra keçək normal ayara, normal 3x ayarına. Buradan hassasiyyətə giririk. Hassasiyyətə girdikdən sonra buradan 3x dürbünü tapırıq. 3x dürbün Win 94. Bunu tapdıqdan sonra məndə indi 18-dir. Oyun özü verdi yəqin. Bu 3x ayarın 18 yox, 23 eləməlisiz. 22, 23 nədir? 3x ayarını 22 eləməlisiz. 22 tam idealdır. Jiroskopda da ki 198 elədiyimiz üçün bu 2 ayar üst-üstə düşür. 2 ayar üst-üstə düşdüyü üçün də ki babat bir dənə 3x ayarınız olur. Bu videonu da paylaşın ki, o bizlər 3x ayar eləsin özünə. Sonra buradan gəlirik, jiroskopu açırıq. Jiroskopu açandan sonra daima açığa qoyuruq. Ayar qutu adı məlimdəydi, buna belə eləyək. Bəli, ayar qutaqdan sonra görürsünüz ekran öz-özünə hərəkət eləyir. İndi bu jiroskop ilə oynamağı bilməyənlər taktikası vardı. Jiroskopun taktikası vardı da, indi göstərəcəm sizə. İndi bu jiroskopu oynamaq üçün dürbünü basıb vurduqdan sonra belə bu telefonu aşağı endirməlisiniz. Qabaq tərəfin aşağı endirməlisiniz ki, 3x qurduğum ayarına tam uysun. Məsələn, yoxsa belə jiroskopu durub belə vursaz, belə də uymur görürsünüz. Olmazsa jiroskop açmazdıq ki. Jiroskopu açdıqdan sonra bax çəbərim duvara. Dürbünü basılı tuturuq. Sonra sol üstəndəki vuraq. Mən 4 barmaq oynuyorsunuz, nə oynuyorsunuz? Sol üstəndəki vuraq. Sol üstdən vurduqdan sonra da ki telefon qabağa itələyəcək. Baxın belə. Görürsünüz nətər sabit vuruş elədim. Bu sabit vuruşu indi hələ bu jiroskopludur. Bunun jiroskop sayarı da var. Əgər deyirsinizsə mən jiroskop oyunu yanmıram, jiroskop mənlik deyil, sizə indi jiroskop sayarını da göstərəcəyim. Mənim bayaq qurduğum ayar jiroskopundan bir yerdəydi. Buradan hassasiyyətə giririk, jiroskopu bağlayırıq. Sonra giririk lensdən 3x ayarını dəyişirik. Yəni əlimdəydi buna 3x ayarını dəyişirik. Bu qurduğum 3x ayar, bu 3x ayarı 22% olan elə bir jiroskopla bir yerdə olan ayardır. Siz bu ayarı eləsəz jiroskopla eləyən. 22-dir. Mən bunu 28, 31 eləyirəm. 30 eləyirəm, 31 nədir? 30 eləyirəm. Bu 30 ayarı elədikdən sonra elə bir duvara baxmısınız. Telefona baxdıqca barmağınız ilə də aşağı endirəsiniz. Baxın göstərmişəm. Gördüyünüz sekmə yoxdur. Yəni vurduğumuz yerlərə baxaq. Bu altda olan deşiklər də ki, deşiklər bunlar nədir? Vurmağa başlayanda olur. Amma adamı tutuzdurmaq tam idealdır. Daha sizə indi keçmə məsləhətini göstərəm. Gəldim bura. Buradan indi görək adamı tutuzdura biləcəyik. Mərmim qurtarmışdı. Bunu saymayım deyirəm. Buradan bu jiroskopsuz yoxlaşımdır. Bu jiroskopsuz yoxlaşmadır, baxın. Yəni daim deyirəm. Görürsə hamısı tutur. Bu jiroskopsuzda mən tam alışamıram hələ. Çünki mən PUBG-ni yükləyəndən bəri jiroskop oynayıram. Sizə indi jiroskop ayarı quracağam. Jiroskop ayarımı ilə oynayıb, ona da baxın. Bundan metrdə yoxlayarıq istəsəz sizinlə bərabər səhv keçmişəm. Jiroskopu açandan sonra da ki, dediyim həmin taktikanı uygulayacaq. Jiroskopu açdıq, adama nişan alırıq. Tam kəlləsindən vurmayacağam, göstərəcəm də.
Adamın nişan aldıqdan sonra vurmağa başlasan, telefonu da qabağa itəlisən. Yəni qabağa itəlisən ki, tam sabit tutsun. Bu bilgisayarın indi sizə versiyonu da göstərdim. Belə giroskopsuz olanı da göstərdim, giroskoplu olanı da göstərdim. Giroskopu bağlayaq sizinlə bir yerdən. Giroskop hassasiyyətə giyirik, giroskopa basırıq, buradan kapalıya basırıq. İndi bu hala yaxındakı məsafəmizin ayarı idi. Sizinlə də bir uzağa gedib məsafəmiz yox. Deməli gəldim Microsoft'un maşınla bərabər. İndi sizə uzaq məsafədən də nətər vuruşdu, nətər etkisini göstərdiyini göstərəcəm sizə. Buradan beləsini tutduqdan sonra bakın hamısı tutur. İndi bu adamın yerində sabit durmuş versiyonudur. Adam yerində sabit durmur axı oyunda. Yeridikcə siz onun qabağını belə vurmalısınız. Deyəm ki, bu adam burada durub. Baxın, bu adam burada durub. Buradan sağa gedir. Buradan sağa getdiyi üçün də ki, siz bundan belə vurasınız. Gördüyünüz gram sekmə yoxdur. Bu məsafə ilə də belə oradan gedir. Bu məsafə ilə də belə olduğu üçün biraz uzaq məsafəyə gedək görək. Bax, sizinlə bərabər biraz uzaq məsafəyə gəldik. Buradan elə bu namlunun ucundadılar. Buradan belə, buradan da göstərim uzaq məsafədən düzdür. Siz uzaq məsafədə bu 3 sayarla oynamamalısınız. Bu 3 sayarla uzaq məsafədə oynasanız belə tutmazsa olmaz, namlu saat uzaqdır. İndi bu videoya 20 like gəlsə, 20 like. Qalan keçən dəfə gələn videoda sizə 6x sayarını göstərəcəyəm. Və istəyirsiniz baxın, gedin oradan ta durun, 6x sayarından tam kəllədən tutuzdurasınız. İndi buradan 3x sayarının biri çətin olacaq, çünki 3x sayarı tam uzaq üçündər. Yenə də sizinlə bərabər göstərək. Tam kəllə dəyir. Bir dənə kəllasını tutur. Demirəm, indi tam tutuşduranmalıyam. Çünki uzaq məsafə 3x uzaq məsafəyə görədər. Gələn videoda sizə 6x göstərəcəyəm. 6x videosunda gəlməsi üçün bu videoya 20 like gəlsin. Sizdən xahiş edirəm 20 like atın. Gələn videoda da 6x-in arını eləyəcəm. Bu 3x sayırla oynayan sizə məsələn TDM-də, Erancılda zətdə qabağı, Linux'da zətdə hızlaması da qabaqda çıxan olmayacaq. Bu 3x sayırı çox qəşəngdir. Uzaq məsafədən tam vurmaq olmasa da, uzaq məsafəndə 6x ilə oynamaq olur. Gələn videoda bu video 20 like gəlsə, gələn videonda 6x ayarını eləməyini göstərəcəyəm. İndi nəysə, videonu da burada sonlandıraq. Kanala abunə olun, like'ları atın. Gələn videoda görüşərək.